1941-1945-ci illərdə respublikamızın 700 minə yaxın oğlan və qızları cəbhəyə getmişdi. Onlardan 10 mindən çoxu qadınlar idi. Cəbhəyə gedənlərin 250 min nəfəri həlak olmuşdu. Çoxlu sayda əskər və zabitlərimiz döyüş ordeni və igidliyə görə medalı ilə təltif olunmuş, 14 nəfər şöhrət ordeni kavaleri, 123 nəfər isə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, İkinci Dünya müharibəsinin əvvəlindən axırınadək müharibədə fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. İkinci Dünya müharibəsinin başlanmasından xeyli vaxt keçsə də, Azərbaycanlılar hələ də o dəhşətli günləri unutmur. O qanlı illərin şahidi olan, cəbhələrdə düşmənə qarşı vuruşan veteranlarımıza bugün dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Faşizm üzərində qələbə həm də Azərbaycan xalqının, 130 növ silah ixtira edən Azərbaycan alimlərinin, ön və arxa cəbhələrdə döyüşən və çalışan igid qəhrəman vətən övladlarının rəşadəti və hünəri bahasına qazanıldı. Faşizm üzərində böyük tarixi qələbənin 30 illiyi ilə əlaqədar olaraq 1975-ci ildə İsmayılı rayonunda katib vəzifəsində işləyən Tamara Hümbətovanın təşəbbüsü və rayon əhalisinin iştirakı ilə xatirə abidəsi ucaldılmış, ətrafı təxminən 3 hektar ərazidə park salınmışdır. Abidənin öz sahəsi 1682 kvadrat metrdir. Abidənin memarı həmin dövrdə rayonun memarı vəzifəsində işləmiş Tahir İsmayılov olmuşdur. Tikintisində beton məmulatlarından istifadə olunub. Divar rəsmlərinin üzəri isə bürünc tozu ilə rənglənmişdir. Abidənin biri isə yarıya kimi qara mərmərlə, yarıdan aşağı isə keramitlə üzlənmişdir.